vəzifə borcudur. Bax, onlardan biri də siz necə uşaqları sevindirmək istəyir, nə kimi təsir edir? Çox biz də bir ülvi arzuyla, bir xoş mərama yığışmışıq buraya. Yəni istəyirik ki, bütün ailələrə heç olmasa azca da olsa, atasız uşaqlara, valideyni itirmiş uşaqlara, heç olmasa onlara da bir azca sevinç verməkdir məqsədimiz. Yəni bunu bacarmışıqsa nə xoş bizə. Bu missiyanı davam etdirmək istəyirik. İnşallah ki, silsilə olaraq davam edəcəyik. Hər evdə, hər ocaqda istəyirik işıq olsun, istilik olsun, nur olsun. Bizim dünyanın nuru da uşaqlardır. Bugünkü günümüzdə dünyanın nuruna, uşaqlarına həsr eləmişik. Və onların bayramını təbrik edirsiniz. Bəli, bütün uşaqların, bütün dünya Azərbaycanlıların bayramını təbrik edirəm. Həmişə həmrəy olaq, bir olaq. El bir olsa dağ oynadar yerindən. Bugün də əl-ələyik ki, bunu təşkil edə bilmişik. 100 ailəyə sevinç verə bilmişik. Yəni bütün Azərbaycanlıların, bütün xalqımızın bayramını təbrik edirəm. Arzu edirəm ki, 2017-ci il təkcə bayram sevincləri deyil, eləcə də Qarabağı bizə hədiyyə gətirsin. Qarabağ sevincini yaşayaq. Hamıya xoş arzularla. Teşekkür edirəm. Nuray balamız. Yeni ilimiz mübarek.